Mən təvəssül edirəm bugün o Kərbəlada məzlum olan bir şəxs ki, az yaşı var idi və istəyirəm ona salam verim. Əssəlamu aleyke ya bintəl Hüseyin əş-şəhid. Ey Hüseynin balası, o şəhid Hüseynin balası. Əssəlamu aleyke əyyətüvəl məzlumə əl-bəhiyyə. Ey Nurani xanım. Əssəlamu aleyke ya Ruqayyətəl məzlumə. Ey məzlum xanım, ey Ruqayyə. Gecənin bir aləmi idi, deyil Həzrət Ruqayyə salamullah aleyha bibisini çağırdı, bibi Zeynəb. Dedi, bəli. Dedi, bibi Zeynəb atamanı tutdu söz Zeynəb xanımı. Dedi ki, qızım səfərdədir də atan. Uşaq əl çəkmədi, dedi, nə vaxt gələcək ki? Həzrət Zeynəb söz tapa bilmədi, bir şey deyə bilmədi. Ağlamaq tutdu, Ümmü Gülsüm tez gəldi, Ruqayyanı qucaqladı. Qızım gəbirə. Başını qatmaq istədi, o anda yenə Ruqayya qayıtdı ki, bibi, atam hanı, hardadır? Nə Ümmü Gülsüm sakitləşdirə bildi, nə Zeynəb xanım. İmam Səccad özü gəldi, valla gəbirə. Qucaqladı Ruqayyanı, gördü Ruqayya əl çəkmir ki, hanı mənim atam? Möhkəm ağlamağa başladı, səsi götürdü sarayı, səsi getdi, çıxdı oralara. Bir Yezid eşitdi gecənin bir aləmi ki, səsküy götürüb aləmi. Məli, onu dedi, o kimdir? Dedilər, Hüseynin o yetim balasıdır. O 3 yaşlı qızdır, elə hey atasını istəyir. Dedi, atasını istəyir, niyə vermirsiniz ki ona? Dedilər, kimin, nəyi deyirsən? Dedi, o kəsik başı aparın, verin ona. Qoydular bir sinin içinə, üstünə bir parça atdılar, gətirdilər, uşağa yaxınlaşdırdılar. Heç belə hadisə, mən bilmirəm, olub 3 yaşında qıza gətirərlər, atasının başını, kəsik başını verərlər. Deyilər, gətirdilər, qoydular bunun qabağında, uşaq deyib, baxdı. Uşaq baxandan sonra dedi, əbəta, mənim atam, kəsik başa baxır, mən illəzi əytəməni alə siğəri sinni. Mən bu az yaşımda kim yetim qoydu belə, ata, sənə qurban olum. Mən illəzi xəzzəbə şeybək, atacan, bu saqqalın qana boyanıb, kim bunu qana boyatdı? Mən illəzi qətə vəridəkə, sənin boğazı kim kesib? Ondan sonra deyir, qollarım belə çəkdi, dedi, ata, bir də mənim qollarıma, bax, görünəcək göyərib Ruqayyanım. Ondan sonra deyirlər, qucaqladı, deyir, o kəsik başı, uşaq deyir, ayrıla bilmir. Uşaq elə ağlamağa başladı, hönkürtü ilə ağladı. Birdən səsi kesildi. Səsi kesiləndə gördülər, huşu getdi. Zeynəb xanım dedi, yox, balamın huşu getmədi. Balam Ruqayya dünyasında işdi. Balam Ruqayya dünyasında. Gecənin bir aləmini bu uşağı gətirirlər dəfn eləməyə, bastırmağa. İmam Səccad özünü verdi qabağa, baxdı, gördü, ilahi. Nə gördü bir söz? Baxdı, gördü, bu uşağın bədəni gömgöydü. Bədəni göyərib bu uşağın elə. Yadıma bir üstünə düşdü. Necə ki, Əmirül-Müminin Əli əleyhissalam Həzrəti Zəhraya qüsur verəndə əlinə baxdı, gördü, göyərib. Bir yerdəydi, başını qoydu, deyir, divara. Elə ağladı. Dedilər, ata, sən dedin, bizi ağlama, ağlayırsan. Dedi, əlimdə